Salam əziz şagirdlər, mən Samir Balıqçı. Bugün sizə English Grammar and Vocabulary kitabından Unit 31 keçmiş zaman uzlaşmasını izah edəcəm. Əziz şagirdlər, öncəki videomuzda, yəni indiki zaman uzlaşmasına baxmadan keçmiş zaman uzlaşmasına baxmağınızı tövsiyə etmirəm. İndiki zaman uzlaşması videomuza baxmısınızsa, biz orada demişik ki, keçmiş zaman uzlaşmasında həm budaq cümlə, həm baş cümlə keçmiş zamanda olmalıdır. Və burada diqqət edirik. Keçmiş zaman uzlaşmasında budaq cümlə və baş cümlə gördüyünüz kimi bağlayıcılardan ayrılır. Amma diqqət edin. Öncəliklə birinci yadda saxlayırıq ki, istər indiki zaman uzlaşması olsun, istər keçmiş zaman uzlaşması olsun, budaq cümlə standart olur. Ya sadə zaman, ya davam edici. İndi biz hal-hazırda keçmiş zaman uzlaşmasını izah edəcəyimizə görə bizim budaq cümləmiz keçmiş sadə zaman və yaxud keçmiş davam edici zamanda olacaq. Öncəliklə yadda saxlayın. Budaq cümlə keçmiş sadə zamanda olur, baş cümlə də keçmişdə olur. Amma keçmişin hansı forması ilə olur, bu bizim bağlayıcımızdan asılıdır. Misal üçün, baxın, bu üç bağlayıcını görürsünüz. After, as soon as, till və yaxud until şəklində yazılır. Bunları əzbərləməlisiniz. Hər bağlayıcı baş cümləni necə istəyir. Əziz şagirdlər, keçmişdə budaq cümlə keçmiş sadədə olur. Baş cümlədə əgər cümlə after, as soon as, till və ya until bağlayıcısı ilə bağlanıbsa, baş cümlədə keçmiş sadə zamandan olur, gördüyünüz kimi. Səbəbini düşünün, o zaman daha yaxşı yadınızda qalacaq. After nə deməkdir? Sonra. Keçmişdə bir hərəkət digər hərəkətdən sonra baş verirsə, o zaman həmin hərəkət keçmiş sadə zamandan olur. Burada sizə özünüzə sual verin. Niyə baş cümlə keçmiş sadə zamandadır? Çünki after nə deməkdir? Sonra. Baş cümlədəki hərəkət budaq cümlədəki hərəkətdən sonra baş verdiyi üçün ona görə biz baş cümləni keçmiş sadə zamanda yazırıq. Bir də deyirəm, niyə after, as soon as, till, until bağlayıcılarında baş cümlə keçmiş sadə zamandadır. Çünki baş cümlədəki hərəkət budaq cümlədəki hərəkətdən sonra baş verib. Misal üçün, after Jane arrived nə deməkdir? Jane çatandan sonra I returned home. Mən evə qayıtdım. Yəni, mənim qayıtmağım Jane'in çatmasından sonra baş verib. Ona görə bu üç bağlayıcını görəndə baş cümləni keçmişin sadəsi ilə verir. Düzdür, dimin toplusunda testlər çox rahat verilib. Yəni, budaq cümlədə görsəniz ki, keçmiş sadə var. Baş cümlədə sadəcə bir dənə variantda görəcəksiniz keçmiş zaman. Keçmişin hansı forması lazımdırsa onu da verirlər və biz də doğru cavabı seçirik. Ancaq birdən görsəniz ki, baş cümlədə keçmişin sadəsi də var, bitmişi də var və yaxud keçmişə nəzərən gələcək zaman olan would da var. Onda hansını seçməliyik deyə özünüzə sual verirsinizsə, bu bağlayıcıdan asılıdır. Bəs before by the time nə deməkdir? Əvvəl deməkdir. Bu bağlayıcı bizə deyir ki, baş cümlədəki hərəkət budaq cümlədəki hərəkətdən öncə baş verib. Baxın, Jane çatdı. Before Jane arrived, Jane çatmazdan əvvəl, biz burada keçmişin bitmişini yazırıq. I had returned home. Mən evə qayıtmışdım. Baxın, after deyəndə olur, Jane çatandan sonra qayıtdım. Ona görə past simple. Amma before deyəndə Jane çatmazdan əvvəl qayıtdım demirik. Deyirik, qayıtmışdım. Onda keçmişin bitmişi olur. Bəs if-də necə olur? Since-i az sonra deyəcəm. Öncə if-ə baxaq. If nə deməkdir? If yenə deyirəm. İkinci şərt budaq cümləsi. Bunu növbəti dərsimizdə izah edəcəm. Amma uzlaşmada bizə kömək edir bunu bilmək. If bağlayıcısı əgər deməkdir, unless əgər nəsə olmasa. Əgər Jane qayıtsaydı, mən nəsə edərdim kimi tərcümə olunur. If bağlayıcısının budağı past simple-dırsa, tərcüməsi belə çıxır. Əgər nəsə olsaydı, əgər Jane çatsaydı, əgər mənə Jane kömək eləsəydi, baş cümləmiz olur, keçmişə nəzərən gələcək zaman. Baxın, would-la olur. Amma diqqət edin, would-un yanına feilin kökünü yazırsınız. Baxın, leave yazırıq. Götürüb would left demək olmaz. Would leave. If Jane arrived, əgər Jane çatsaydı, misal üçün, if Jane arrived
on time, vaxtında çatsaydı. I would leave home. Mən evi tərk edərdim. Nəsə olsaydı, nəsə edərdim. Deməli, after'ni görəndə bilirik ki, baş cümlə budaqdakından sonra olub sadə zaman yazırıq. If onu görəndə bilirik ki, baş cümlə budaqdakından öncə olub bitmişi yazırıq. If'i görəndə bilirik ki, nəsə olsaydı, nəsə edərdim demək istəyir. Bu zaman baş cümlədə would olur, keçmişə nəzərən gələcək. Bəs bu since nədir? Əziz şagirdlər, since bağlayıcısı yeganə bağlayıcıdır ki, indiki zaman uzlaşmasında biz onu görməmişdik. Niyə? Çünki biz dedik ki, budaq cümlə bütün bağlayıcılarda ya sadə olur, ya davam edici. Yəni, bütün bağlayıcılarda sadə olurdu, as ilə while-da isə davam edici olurdu. İstər indiki zaman uzlaşması, istər keçmiş zaman uzlaşması. Amma since-in budağı sadəcə bir dənə zamanda olur. O da past simple zamanda. Yəni, since-in budağında present simple görə bilməzsiniz. Səbəbi də odur ki, since hansısa hadisədən, hansısa vaxtdan bəri deməkdir. Keçmişdə nəsə olub ki, mən deyirəm o vaxtdan bəri. İndi məsələ nədir? Sinsin baş cümləsinə diqqət edin, keçmişdə deyil. Baxın, indiki bitmiş zamandadır. Hətta indiki bitmiş davam edici zamanda da ola bilər. Yəni, ya bitmiş olacaq, ya bitmiş davam edici. İndi az sonra onun fərqini də sizə deyərəm. Deməli, bu yeganə bağlayıcıdır ki, bunun budaq cümləsi keçmişdədir, amma baş cümləsi indiki bitmiş və ya indiki bitmiş davam edici zaman olur. Yəni, keçmişlə indi arasında körpü yaradan bağlayıcıdır və zaman uzlaşmasını pozan yeganə bağlayıcıdır. Biz demişdik, budaq keçmişdədirsə, başqa keçmiş zamanda olmalıdır axı. Amma zaman uzlaşmasını pozan yeganə bağlayıcı budur ki, budaq cümləsi keçmiş sadədə, baş cümləsi isə indiki bitmiş zamandadır. Sən çatdın, sən çatandan bəri mən 2 filmə baxmışam. Ya da deyə bilərdi ki, sən çatandan bəri mən filmə baxıram. I have been watching a film. Sən gələndən bəri mən filmə baxıram. Yəni, indiki bitmiş davam edici zamanda da deyə bilərdik bunu. Sadəcə 2 film dediyinə görə baxmışam kimi indiki bitmiş zaman yazdıq. Deməli, biz əzbərlədik past simple budaqda varsa, baş cümlə past simple olur, before-dursa past perfect olur, if-dirsə keçmişə nəzərən gələcək olur, amma since-dirsə indiki bitmiş və yaxud indiki bitmiş davam edici olur. Baxın, ikisinə də diqqət edin. I have been watching a film ya da I have watched 2 films deyilir. Bəs as-lə while bağlayıcısında as-lə while bağlayıcısının indiki zaman uzlaşmasındakı kimi budaq cümləsi davam edici olur. Sadəcə keçmiş zaman uzlaşmasında keçmişin davam edicisini yazırıq. Bəs baş cümləsi necə olur? As-lə while-ın baş cümləsi həm keçmiş sadə zamanda ola bilər, həm də keçmiş davam edici zamanda ola bilər. Bu nədən asılıdır? Misal üçün, keçmişdə hər hansı bir hərəkət davam edərkən, digər bir hərəkət bir anda baş verdisə, o keçmişin sadəsi ilə olur. Digər hərəkət davam edirdisə, o davam edici zamandan olur. Bu cümlənin tərcüməsindən asılıdır. Ola bilər ikisini də sizə verənlər birini istəyərlər. Bu tərcümədən asılıdır. Misal üçün, uşaqlar yatarkən mən otağı tərk etdim bir anda. Onda olur keçmiş sadə. Nə isə etdim deyirəm. Baxın tərcüməsinə. Bir də var deyirəm, uşaqlar yatarkən mən kitab oxuyurdum. Oxudum demirəm, baxın oxuyurdum, davam edirdim oxumağa. Yəni onlar davam edərkən yatmağa, mən də davam edirdim oxumağa. İndi özünüz düşünün, misal üçün mən boşqabları yuyarkən, davam edərkən stəkan sındı, sınırdı deyə bilmərik. Bir anda oldu deyə mən o zaman onu keçmişin sadəsi ilə deyərəm. Bəs burada müəllim biz when bağlayıcısını görmürük, hansı ki məşhur bağlayıcıdır. Gəlin when bağlayıcısına baxaq. Baxın əziz şagirdlər. When bağlayıcısı ilə bağlı nəyi yadda saxlayın? When bağlayıcısı həm while-ın əvəzində işlənə bilir, keçmiş davam edici olur, budaq cümləsi fikir verdinizsə, həm də digər bağlayıcılara əvəz edir, keçmiş sadə. Baxın, when bağlayıcısının əgər budağı keçmiş sadədirsə, baş cümləsi keçmişin sadəsində də ola bilər, davam edicisində də ola bilər, bitmişində də ola bilər. Bu cümlənin tərcüməsindən asılıdır. Baxın, deyirəm ki, nə vaxt ki Jane evə çatdı, çatandan sonra mən evi tərk etdimsə, burada when bağlayıcısı after-nə əvəz edir. Yəni, I left home.
baş cümləni verdim past simple-da. Yəni o çatdı, o çatandan sonra mən evi tərk etdimsə, past simple verirəm. Deyirəm, nə vaxt ki Jane evə çatdı, mən həmin vaxt filmə baxırdım. Burada when bağlayıcısı while əvəz elədi. Jane evə çatdı, həmən dəqiqə gəldi, gördü ki, mən nə edirəm? Filmə baxıram, davam edirəm. Bir də var deyirəm, nə vaxt ki Jane evə çatdı, mən evi tərk etmişdim. Jane-dən əvvəl evi tərk etmişdim. Deməli, keçmişdə bir hadisə baş verdi. Mən o hadisədən sonra nəsə etdimsə, after-ni əvəz edir, past simple verirəm. Mən o hadisədən əvvəl nə isə etmişdimsə, before-nu əvəz edir, past perfect verirəm. Mən həmən dəqiqə nəsə edirdimsə, onda while əvəz edib davam edici yazıram. Yəni, when-in budağı past simple olanda, baş cümləsi keçmişin sadəsində də ola bilər, davam edicisində də ola bilər, bitmişində də. Bu tərcümədən asılıdır. Və yaxud deyirəm ki, burada while əvəz edib, baxın, nə vaxt ki, mən parkda gəzirdim, həmin dəqiqə bir anda nəsə oldusa, o sadə zamanda olur. Police stopped me, polis məni saxladı. Ya da həmin dəqiqə nəsə başqa bir hadisə davam edirdi deyirəmsə, keçmiş davam edici olur. It was raining, yağış yağırdı. Yəni, mən parkda gəzirdim, davam edirdim, yağış yağırdı. Bu sizə biraz çaşdırıcı görsənə bilər, çətin görsənə bilər, əslində çox sadədir. Baxın, budaq cümlə necə olur? When-də həm sadə oldu, həm davam edici. Necə oldu? When-də davam edici gəlibsə, when while əvəz edib, ona görə sadə ilə davam edici yazdıq. When-dən sonra sadə zaman gəlibsə, o zaman o ya before əvəz edib, ya after əvəz edib, ya while əvəz edib. Ona görə baş cümləsi sadə olur, davam edici olur, bitmiş olur. When if-i əvəz edə bilməz. Yəni, burada would görə bilməzsiniz. When perfect zaman since əvəz edə bilməzsiniz. Burada have görə bilməzsiniz. Baxın, have deyirəm, amma have demirəm. Have görə bilməzsiniz. Bəs gəldik, indi 2 dənə qeydimiz var. Bu qeydlərimiz nədir? Öncə uşaqlar, bu qeydlərə keçməzdən əvvəl indi mən sizə bunu ayrıca da göstərim. Baxın, test edirik. Qarşımıza çıxdı before bağlayıcısı və yaxud test edirik. Qarşımıza çıxdı as soon as bağlayıcısı. Düzdürmü? İndi 2 dənə qeydimiz var. Birinci qeydimiz nədir? Bu after ilə bağlıdır. After bağlayıcısı deyir ki, mənim budaq cümləm bütün bağlayıcılar kimi, mənim də budaq cümləm keçmiş sadədə olur. Jane arrived. Baxın, keçmiş sadədə. Baş cümləsi necə olur? O da keçmiş sadədə olur. Amma after'nin bir dənə fərqi var, istisnası var və bu test topluda var. After deyir ki, mənim baş cümləmi keçmişin sadəsində yaza bilərsən, amma keçmişin bitmişində də yaza bilərsən. Had arrived. Bu yeganə bağlayıcıdır ki, budaq cümləsini keçmişin bitmişində istədi. Bəs bunun baş cümləyə dəxli varmı müəllim? Xeyr, baş cümləyə dəxli yoxdur. İstəyirsən budaqda past simple ver, istəyirsən budaqda past perfect ver. Hər ikisində məna dəyişmir. Baş cümlə keçmiş sadə zamanda olur. Əziz şagirdlər, bundan sonra test eləyəndə mən sizə deyirdim ki, budaq cümlədən bitmişi və gələcək zamanı çıxardın. Düzdürmü? Çünki bitmiş və gələcək olmaz. Amma unutmayın ki, after'nin budağında sadəcə keçmişin bitmişini görə bilərsiniz. Az sonra testləri izah edəndə mən bunu sizə göstərəcəm. Bunu dərsliyimizdə qeyd etmişikmi? Bəli, baxın, yazmışıq ki, budaq cümlədəki hərəkətin baş cümlədəkindən öncə olduğunu vurğulamaq üçün after bağlayıcısının budaq cümləsi keçmiş, bitmiş zamanda ola bilər. Baxın, after'nin budaq hissəsinə past perfect-də vermək olur. Bunun amma baş cümləyə dəxli yoxdur. Baş cümlə yenə də necə olacaq? Sadə zamanda olacaq. Bu birinci qeydimiz idi. İkinci qeydimiz nədir? Əziz şagirdlər, testlər eləyəndə qarşınıza since, then çıxa bilər və yaxud since when sözü çıxa bilər. Baxın, biz demişdik ki, keçmiş zaman, indiki zaman, daha doğrusu keçmiş zaman uzlaşmasında since-in budağı past simple olur. Əvvəli nə olur? İndiki bitmiş olur. Düzdür? Present perfect. Əgər siz since-in sağında, bax bu tərəfində, misal üçün görsəniz ki, then sözü yazılıb və yaxud when sözü yazılıb, bilin ki, bu bir kəlmə söz budaq cümləni artıq əvəz etdi. Bax, bu bizim artıq oldu budaq cümləmiz. Bizim digər cümləmiz, istəyirlər bura belə nöqtə qoysunlar. İstəyirlər də since then yazıb bu tərəfə nöqtə qoysunlar. Baxın,
Eyni şeydir. Yəni, since then-dəki bu then nəyə əvəz eləyir? Then sözü burada budaq cümləni əvəz eləyir. Sizin növbəti cümləniz artıq baş cümləniz nə olmalıdır? İndiki bitmiş. Baxın bura bir də, bax, since-in sağına past simple yazanda nə olur əvvəli? İndiki bitmiş olur, görürsünüz. İndi arrived-in yerinə burada yazsaydılar, since-dən sonra Jane arrived əvəzinə desəydilər since then, then burada budaq cümləni əvəz elədi. Növbəti cümləniz, baş cümləniz indiki bitmiş olur. Və yaxud since Jane arrived əvəzinə since-dən sonra bir kəlmə ilə when yazsaydılar, when burada budaq cümləni əvəz eləyir. Bunun baş cümləsi olmalıdır, yenə indiki bitmiş. Yəni burada necədirsə bu şəkildə də indiki bitmiş olmalıdır. İndi misal üçün mən yazıram ki, baxın, since when has she arrived. Bu sual cümləsidir. Baxın, bu hansı zamandır? Present, perfect zamandır. Sadəcə sualda verilib. Mən də burada mənim gördüyüm when, yəni mənim budaq cümləmi əvəz elədi. Növbəti cümləm də bitmiş zaman oldu. Və yaxud deyirəm, since then I haven't seen him. O vaxtdan bəri mən onu görməmişəm. Baxın, since then-i gördünüz. Bu birisi cümlə oldu, present perfect zamanda. Yəni, mənim demək istədiyim odur ki, ola bilər cümləni belə verərlər. Baxın, yazarlar bu tərəfdə. I haven't seen him, mən onu görməmişəm, since then. Bax, belə bir şey görə bilərsiniz. Since-in əvvəlində və ya sağında. Hər ikisi present perfect zaman formasıdır. Keçmiş zaman uzlaşmasına aid mən sizə indi testlər göstərəcəm ki, testlər üzərində daha yaxşı anlaya biləsiniz. Gəlin baxaq testlərimizə. Bu Dimin toplusudur. Səhifəsində göstərəcəm sizə. Seçmişəm öncədən ki, bəzi testləri sizə izah edeyim ki, onlar keçmiş zaman uzlaşmasındadır. Gəlin baxaq 76-cı sualı. Bax, səhifə 76-da 76-cı sual. İndi mən bu testi həll edirəm. Mən bu testi necə həll edəcəm? Baxın. Öncə mən nə edəcəm? Bağlayıcını tapacam. Niyə? Çünki bağlayıcı məni budaq cümləyə götürür. Baxıram, burada bağlayıcı hansıdır? When. Bu mənə nə deyir? Deyir, sənin bax, bu cümlən budaq cümlədir. Budaq cümlə həmişə nə olur? Sadə və davam edici. Gələcək zaman olurmu? Xeyr. Bitmiş zaman olurmu? Xeyr. Gələcək zaman olurmu? Xeyr. Baxın, gələcək və bitmişləri təmizlədim. Bax, budaq cümləni tapmaq onun üçün bizə lazımdır ki, birinci addımda budağı gələcək və bitmişlərdən təmizləyirik. Çünki budaq iki dənə zamanda ola bilər. Keçmiş sadə zaman və yaxud indiki sadə zaman, keçmiş davam edici zaman və ya indiki davam edici zaman. Yəni, sadə və davam edici olar. İndi baxıram, A və D variantında hər ikisində budaq keçmiş sadədədir. Deməli, bu keçmiş zaman uzlaşmasıdır. Deməli, bunun baş cümləsi də keçmişdə olmalıdır. Doğru cavabına görə nə olmalıdır? D variantı. D variantı doğru cavab. Bəs A niyə səhvdir? Çünki bunun budaq cümləsi keçmiş sadədədir, amma baş cümləsi indiki bitmişdə. Bu yalnız hansı bağlayıcıda mümkün idi? Since-də mümkün idi. Qalan heç bir bağlayıcıda budağa keçmiş sadə, davamına indiki bitmiş verə bilməzsiniz. Başqa bir suala baxaq, 77-yə baxaq. As soon as gördük. Birinci cümləmiz budaqdır. Budaq cümləni təmizləyirik. Nələrdən? Gələcəklərdən və bitmişlərdən. Birinci addım həmişə budaq cümləni təmizləmək olmalıdır. Baxın, bitmiş zaman, gələcək zaman, bitmiş zaman, gələcək zaman. Baxın, budağı mən təmizlədim, cavab artıq hazırdır. Budaq cümlə keçmiş sadə zamandadır. Baş cümlədə as soon as bağlayıcısına görə baş cümlədə keçmiş sadə zamanda oldu. Başqa bir suala baxaq. 78-ə baxaq. Bağlayıcımız hansıdır? After. Aha, indi burada diqqətli oluruq. Bağlayıcı mənə deyir ki, sən budaq cümləni həmişə nədən təmizləyirsən? Gələcəkdən və bitmişdən. Amma after'nin istisnası nə idi? After deyir ki, mənim budağımda keçmişim, bitmişi ola bilər. Bunu az öncə mən sizə demişdim. Baxın, after'nin budaq cümləsi demişdim ki, uşaqlar, keçmiş sadə ilə paralel, keçmiş bitmişdə də ola bilər. İndi mən budaq cümləni təmizləyirəm. Gələcəkdə ola bilməz, gələcəkdə ola bilməz, indiki bitmişdə ola bilməz, ya keçmişin sadəsidir, ya indiki sadə.
Bax, keçmiş bitmiş olsaydı əgər burada had olsaydı bunu saxlayacaqdım. Amma indiki bitmişi çıxdım. İndi baxıram ki, Y variantında bu da hansı zamandadır? İndiki sadə. Baş cümləsi nə olmalıydı? Ya indiki sadə olmalıydı, ya gələcək zaman. Amma bunun baş cümləsi keçmişdədir. Cavab nədir? C. Budaq cümləsi keçmiş sadə, baş cümləsi də keçmiş sadə. Cavab oldu C. Başqa bir suala baxaq əziz. Misal üçün 88-ə baxaq. Birinci yapışdıq bağlayıcıdan. Bağlayıcı mənə dedi ki, budaq cümləni təmizlə. Budaq cümlə nə ola bilməz? Bitmiş və gələcək. Gələcək zamanı buradan çıxıram, bitmiş zamanı buradan çıxıram, bitmiş zamanı buradan çıxıram, geriyə qalır A ilə B. Burada B variantında budaq hansı zamandadır? Keçmiş sadə. Baş cümlədə keçmişdə olmalıdır, amma baş cümləni indiki bitmiş zamanda veriblər. Olmaz. Bu yalnız nə vaxt doğru ola bilərdi? Budağı keçmiş sadə baş cümləsi indiki bitmiş nə vaxt ola bilərdi? Since bağlayıcısında ola bilərdi. Baxın, yalnız since-də ola bilər ki, budağı keçmiş sadə əvvəl indiki bitmiş. Başqa heç bir bağlayıcıda belə bir şey eləmək olmaz. Ona görə biz nə edirik? Budaq cümlə keçmiş sadə, baxın, heard, baş cümlədə keçmiş sadə ran. Cavab A variantıdır. 89-a baxaq. Birinci nə edirik? Bağlayıcını tapdıq. Bura oldu bizim budaq cümləmiz. Budağı təmizləyirik. Nələrdən? Gələcəklərdən və bitmişlərdən. C bəndində bitmiş, Y variantında bitmiş, D variantında gələcək. Budağı təmizlədik. İndi ikinci addıma keçirik. Budaq cümlə hansı zamanda da A variantında keçmiş? Baş cümlədə keçmiş olmalıdır, amma baş cümlə indiki bitmişdədir. Ona görə bu yanlışdır. Cavab nə oldu? B variantı, keçmişlə keçmiş. Və yaxud başqa bir suala baxaq. Misal üçün, baxaq 94-də. Burada bağlayıcımız nədir? While. Budaq cümləmiz sağ tərəf, ikinci cümlə. Gələcək və bitmişləri təmizləyirik. Görürsünüz, budağımız standart olmalıdır. Sadə və davam edici. Gələcək və bitmişləri təmizləyək. Baxın, bu bitmiş davam edici zamanında çıxıram. Bu yerdə qalanları saxlayıram. İndi uzlaşdırıram. Burada is indiki zamanda indiki davam edici, amma baş cümləsi keçmişdir. Çıxıram. Burada D variantında was keçmiş davam edicidir, amma baş cümləsi indiki bitmiş zamandadır. Çıxıram. Y variantında budaq keçmiş sadədədir, baş cümləsi indiki bitmiş davam edicidir. Çıxıram. Doğru cavab nə qaldı? C variantı. Hər ikisi keçmişdir. Sol tərəfdə 86-ya baxaq. Bağlayıcımız hansıdır? Bax, gedib birinci bağlayıcını tapıram, gördüm as soon as. Deməli, bura mənim budaq cümləmdir, ikinci tərəf. Gəlin, indi budağı təmizləyək. Nələrdən təmizləyək? Gələcəklərdən və bitmişlərdən. İkinci boşluğu gələcəkdən təmizləyirəm. Will olmaz. Bitmişdən də təmizləyirəm. Has olmaz. Cavab hazırdır. Budaq keçmiş sadədirsə, əvvəldə keçmiş. Budaq indiki sadədirsə, əvvəl həm indiki ola bilər, həm gələcək ola bilər. Cavab olur C variantı. Baxaq, 94-cü sualı dedik. 86-cı suala baxaq. 86-da dedik, 108-ə baxaq. 108. Bağlayıcını tapıram, when. Deməli, budaq cümlə birinci nöqtədir. Budaq cümləni təmizləyirəm. Budaq bitmiş olmaz, bir də nə olmaz? Gələcək olmaz. Bu ikisini çıxdımmı? İndi bir-bir uzlaşdırıram. A variantında birinci bənddə budağa indiki sadə verib, mübtəda da autumn feilidir. Üçün təkində S də götürüb, indiki sadə. Baş cümləsi həm indiki sadə ola bilər, həm gələcək. Baxıram ki, indiki sadə veriblər, bu doğrudur. Sonra ikinci cümləyə baxıram. Budaq cümləyə keçmiş sadə verib, baş cümləsi də keçmiş olmalıydı, amma bunun baş cümləsi fly, indiki zamandadır. Deməli, 2 yanlışdır. 5-ci bənddə budağa indiki sadə verib, baş cümlə həm indiki sadə ola bilər, həm gələcək. Baxın, burada gələcək zaman var. Deməli, cavabın biri 1-dir, biri də 5-dir. C variantı. Biraz o tərəflərdə əziz şagirdlər maraqlı bir test var. İndi sizə onu göstərirəm. 234-cü test. Əksəriyyətiniz yəqin ki, bunu səhv yazırsınız. Ona görə bunun izahını sizə verəcəm. 234. Baxın. Burada bağlayıcımız hansıdır? As soon as. Birinci bağlayıcımızın altından xətt çəkik. Açıq sualdır deyə çaşa bilərsiniz. Bağlayıcımızın altından xətt çəkdik. Budaq cümləni təmizləyirik. Nələrdən?
gələcəklərdən və bitmişdən. Baxın, 3-cü bənddə gələcəkdən təmizlədim, 4-cü bənddə bitmişdən təmizlədim, 6-cı bənddə də gələcəkdən təmizlədim. Budaq cümləni təmizlədik. İndi uzlaşdırırıq. Budaq cümlə baxırıq 5-ci bənddə indiki sadədir. Tez mübtədasına baxırıq. S-ə ehtiyac varmı? Bəli, var. Stopa S artırıblar. Budaq indiki sadədirsə bu indiki zaman uzlaşmasıdır. Bunun baş cümləsi ya indiki sadə olmalıdır, ya gələcək. Baxın, gələcək zamandır. Deməli 5 doğrudur. Sonra baxıram 2-yə. Budaq hansı zamandır? Keçmiş sadə. Baş cümləsi də keçmişin sadəsində olacaq. Çünki əs-su nəzdə baş cümlə keçmiş sadə olur. Deməli 2 də doğrudur. Birinci bənddə nədir? Budaq indiki sadədir, S-ni də yazıblar. Baş cümləsi də indiki sadədə olmalıdır ya da gələcəkdə. Baxın, baş cümləni də indiki sadədə veriblər. 3-ün təkində S də artırıblar. Deməli, cavab 1, 2, 5. Bir də deyir, səma aydın olur, yağış dayanan kimi. 2 də deyir, səma aydın oldu, yağış dayanan kimi keçmişdə. 5-də də deyir, səma aydın olacaq, yağış dayanan kimi. Bu da oldu 234-cü sual. İndi növbəti bölmədən suallara başlayaq. Göstərim sizə. Misal üçün, burada 57-ci testə baxaq. Baxın, 57-ci testə. Bağlayıcımız hansıdır? Since. Budaq cümləsi nə olur? Since-i görəndə həmişə bilin ki, budaq cümləsi bir dənə zamanda olur. O da hansı zaman? Sadə. Digər bağlayıcılarda nə deyirdim? Deyirdim ki, budaq cümləsi sadə də ola bilər, davam edici də ola bilər. Amma bir dənə nə ola bilməz? Gələcəklə bitmiş. Since-in isə budağı bir dənə zamanda olur. Sadə zaman özü də keçmişin sadəsi. Sadəcə keçmişin sadəsi. Since-in sağ tərəfində keçmişin sadəsini axtarıram. A çıxır. B indiki sadədir. D sadə deyil, bitmişdir. S ilə Y arasında qaldım. Since-in istəyi nə idi bizdən? Since deyir, mənim budaq cümləm keçmiş sadə olur. Baş cümləm indiki bitmiş zaman. Ona görə doğru cavab nə qalır? C variantı. Baxın bura. Since-in budağı keçmiş sadə. Baş cümləsi indiki bitmiş, həvvi 3. Ya da indiki bitmiş davam edici. Bunlardan birini verəcəklər sizə. Baxırıq ki, burada hansını veriblər? İndiki bitmişi veriblər. Cavab oldu C variantı. Baxaq burada 64-cü suala. Baxın. Bağlayıcımızı aldıq dairəyə. Bağlayıcımızın sağ tərəfi oldu budaq. Öncə budağı təmizləyirik gələcəklərdən və bitmişlərdən. Baxın, C-də gələcək var, D-də gələcək var, Y-də bitmiş var. Budaq cümləni təmizlədikmi? Bəli. İndi uzlaşdırırıq. İkinci addımımız uzlaşdırmadır. Budaq cümlə keçmiş sadədirsə, əvvəl də keçmiş olmalıdır. A variantı həzf çıxır, geriyə qalır B variantı. Sonra əziz şagirdlər, keçək növbəti bölmədə 5-ci suala baxaq. Baxın, 5-ci sual. Birinci nə edirik? Bağlayıcımızı tapdıq. Burada nə olur? Budaq cümlə. Budaq cümlə gələcək zamanı çıxdım. Gələcək zamanda ola bilməz. Baxıram, Y bəndində budaq cümlə hansı zamandadır? Keçmişin sadəsi. Baş cümlə nə olur? Will ola bilməz. Nə olmalı idi? Gəlin baxaq. If-in budaq cümləsi keçmiş sadədirsə, baş cümləsi necə olur? Baxın, would və feilin kökünü yazmalısınız. Amma burada nə yazıblar? 5-ci sual idi. Bəli. Deməli, budaq cümlədə keçmiş sadə, davamında will yazıblar. Ona görə Y variantı çıxır. Baxın B variantına. Budaq cümlə keçmiş sadə, baş cümləsi də would-la. Deməli, cavab nə oldu? B variantı. Başqa bir suala baxaq. Əziz şagirdlər, baxın, burada bir maraqlı sual var. Mən istəyirəm sizə onu göstərim. 212-ci sualdır. Baxın, mən sizə az öncə bir şey izah eləmişdim vərəqdən. Baxın, burada demişdim ki, since when görsəniz, since then görsəniz, bilin ki, orada when və then budaq cümləni əvəz edib və digər cümlə bitmiş zamanda olmalıdır. Baxın, bunu deyirəm. Və bu ayrı-ayrı iki dənə cümlədir. Sağ tərəf başqa cümlədir, sol tərəf başqa cümlədir. Sol tərəfdə ego var. Ego varsa past simple yazmalıyam.
B variantı ilə C-dən birini yazmalıyam. Past simple bu ikisidir. Bəs ikinci tərəfdən inirik. Since when-i gördünüz. Bax, since when-dəki when budaq cümləni əvəz edib bizə. Bu birisi cümlə, bax, bu altdakı cümlə baş cümlədir. Mən bu hissəni verəcəm indiki bitmiş zamanda. İndiki bitmiş də hardadır? Bir dənə B variantıdır. Elə bilin ki, heç bax, bu sol tərəf yoxdur. Buradan bu tərəfə elə bilin ki, yoxdur. Bu ayrı cümlədir. Bu birisi cümləyə baxın. Since when-i gördünüz. Since when olan yer, yəni bax, bu cümlə olmalıdır indiki bitmiş zamanda mütləq. Bu birisi isə ayrı bir cümlədir. Bu birisi cümlədə də ego var. Yəni bu zaman uzlaşması deyil. Ayrı-ayrı iki dənə cümlədir. Birinci cümlədə ego var deyə past simple, ikinci cümlədə since when dediyinə görə indiki bitmiş. Tərcümədə deyir, neçə müddət əvvəl sən buraya gəldin və nə vaxtdan bəri bu ofisdə işləyirsən? Bu qədər əziz şagirdlər. Toplu hər hansı bir sualın izahını istəsəz, şərh bölməsinə səhifəsi ilə sualın nömrəsini yazın. Hansı sualın izahı sizə qaranlıq gəlir, dərsi baxdınız buradan deyək ki, başa düşmədiniz. O sualı yazırsınız, mən də o sualın izahını verirəm. Və ya zaman uzlaşması ilə bağlı nəsə bir sualınız varsa, siz sualınızı mənə şərh bölməsində yazın. Mən də cavabına ya video şəkildə izah edib sizə yönləndirirəm, ya da sizə sözlü şəkildə izahını verirəm.